Bəzən sağlamlığımız, bəzən isə artıq çəkilərdən qurtulmaq üçün qida rasionumuza əlavə etdiyimiz az yağlı qidalar, xüsusilə pendir düşündüyümüz qədər zərərsiz deyilmiş. News 24 az xəbər verir ki, qida mütəxəssisləri bununla bağlı geniş tədqiqat aparıblar. Məlum olub ki, pendir doymuş yağ tərkibinə görə uzun müddət pis reputasiyaya malik olsa da, artan araşdırmalar göstərir ki, o, ölçülü və balanslaşdırılmış pəhrizin bir hissəsi kimi yeyildikdə həqiqətən faydalı ola bilər. Lakin artıq çəkidən azad olma məqsədi ilə yağ və kaloriləri kəsmək üçün rasiona əlavə edilən az yağlı mozzarella və az yağlı ricotta pendir növləri əslində orqanizm üçün zərərlidir. Araşdırmalarla sübut olunub ki, pendir kimi heyvan mənşəli məhsulların tərkibində olan doymuş yağın xolesterinin səviyyəsini yüksəldir və ürək xəstəliyi riskini artırır. Bununla belə, süd yağları ilə bağlı tədqiqatların əksəriyyəti tam yağlı süd və pendirin tərkibindəki faydalı maddələrin az yağlı çeşidlərdə olmadığı qənaətinə gəlir. Bununla belə, zeytun yağı, qoz fındıq, toxum və avokadoda olanlar kimi sağlam yağlar bədəni enerji ilə təmin etmək, vitaminlərin udulmasına kömək etmək və ümumi sağlamlığı dəstəkləmək üçün faydalı hesab olunur.